Salam hörmətli izləyicilər. Bu gün sizə RoboGames 2025 yarışının seçim və final mərhələsi qaydalarını təqdim edirik. Bu mərhələdə yalnız qeyrətdən keçmiş Lego Spike Prime, Lego EV3 Core Set və ya Lego Mindstorm Robot Inventor robot setinə sahib komandalar iştirak edə bilər. Yarışda 10-16 yaş arası orta məktəb şagirdləri iştirak edə bilər. Komandanın strukturu isə 1 rəhbər və 2 və yaxud da 3 şagirddən ibarətdir. Hər bir komanda seçim mərhələsində 3 yarış cəhdi həyata keçirir. Bir cəhd 150 saniyə davam edir və ən yüksək xal toplayan nəticə əsas göstərici olur. Əgər bir neçə komanda eyni xala malikdirsə, digər cəhdlərdə topladıqları xallar və nəticəyə çatdıqları vaxt nəzərə alınacaq. Seçim turunda ən uğurlu komandalar finala vəsqə qazanır. Turun yeri və vaxtı qeydiyyat başa çatdıqdan sonra həm iştirakçılara, həm də festivalın rəsmi sosial media hesablarında elan olunacaq. Final mərhələsində yalnız seçim turundan uğurla keçmiş komandalar iştirak edə bilər. Final mərhələsində də hər bir komandaya 3 yarış cəhdi həyata keçirmək imkanı veriləcək. Hər bir cəhd 150 saniyə davam edəcək. Qısa müddət ərzində maksimum xal toplayan komanda qalib elan olunacaq. Eyni nəticəyə malik komandalar isə digər cəhdlərdə topladıqları xallar və nəticəyə çatdıqları vaxt nəzərə alınaraq müəyyən edilir. Final mərhələsinin yeri və vaxtı seçim turundan sonra elan olunacaq. Unutmayın, RoboGames yalnız bir yarışma deyil. Bu, şagirdlərin yaradıcılıq bacarıqlarını nümayiş etdirdiyi, texnologiya və komanda işini birləşdirdiyi bir platformadır. Hər robot, hər cəhd, hər komanda gənc mühəndislərin böyük gələcəyinə atılmış bir addımdır. Hazır olun və yaradıcılığınızı göstərin. Festivalda görüşənədək.